Salam dostlar. Bugün sizinle daha əvvəl etdiyimiz kart təxmin oyununu bir daha oynayırıq. Mən sizə kartın adını deyəcəyəm. Siz də beyninizdə o kartın necə göründüyünü təsəvvür etməyə çalışacaqsınız. Hazırsınızsa başlayırıq. Qılınc üçlüsü. Sizcə bu necə bir kartdır? Bəli, qılınc üçlüsü tam olaraq ekranda gördüyünüz kimidir. Bəs qədəh səkkizlisi necədir? Düz tapdınız. Elə bu kart idi. İndi isə pentakl üçlüsünə baxaq. Bəli, doğrudur. Pentakl üçlüsü də bu şəkildə görünür. İndi isə biraz çətinləşdirək. Böyük arkanada 6 nömrəli kart hansıdır? Bəli, 6 nömrəli kart aşiqlər kartıdır. Sən neçə dənəsini düzgün tapdın? Və hansı kart heç cür zehnində canlanmadı? Şərhlərdə yaz, görək kim daha çox kartı düzgün tanıyıb.